ən çox tələb olunan vəzifələr hansılardır? Bir həftə, 2 həftə iş tapmaq olar. Gənclər üçün 3 əsas tövsiyə nə olardı? Dubayda restoran sahəsində iş tapmaq üçün nələr vacibdir? Əgər ingilis dili yoxsa, ərəb dili keçərlidirmi? Bir çox Avropa ölkələrindən Dubaya gəlirlər insanlar işləmək üçün. Dediyim odur ki, əvvəlcədən planlaşdırmaq lazımdır. Kimləsə əlaqəyə girmək lazımdır. Mən gələcəm, mən harda qalacağam, Bəli. mən nə yeyəcəm, hara gedəcəm. Dubayda hansı yollarla iş tapmaq daha realdır? Dubaydakı xidmət və Azərbaycandakı xidmət arasında nə kimi fərqlər var? Salam əziz dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü mövzumuz Dubayda turizm sahəsi, restoran və otelcilikdir. Bugünkü podkastımızın qonağı Dubayda 8 illik təcrübəyə sahib, ilk gəldiyində eyni karyera ilə başlamış və karyerasına karyera qatmış, hətta 2020-ci ildə Dubaya yeni gəldiyimdə tanış olduğum və mənə və ətrafımda olan dostlarıma mentor olan bir şəxs Elnur bəydir. Elnur, xoş gəlmisən podkastıma. Dəvətimi qəbul etdiyin üçün çox təşəkkür edirəm. Xoş gördük Salih, mən də təşəkkür edirəm məni dəvət elədiyin üçün. Zəhmət olmasa özün haqqında biraz danış və Dubaya gəlmə hekayən haqqında öz dilindən eşidə mənə və izləyicilər üçün də məncə maraqlıdır. Özüm haqqında deyə bilərəm ki, hardasa bir 16 ilə yaxındır bu sahədə çalışıram. Dubaya gəlmək 2017-ci ildə oldu. O zaman Bakıda Abşeron oteldə işləyirdim və yadıma düşür ki, işlədiyim yerin, məkanın, restoranın, elə bil ki, menecerin bir dostu vardı. Dubayda Azərbaycanın Qarabağ restoranı olduğunu demişdi dostuna və sonradan gəldi ki, bir gün mənə ora işçilər lazımdı. Heç gözləmirdim düzünü desəm. Sonradan bir gün gəldi ki, bizim menecerə mənə bir dənə barda çalışan və bir ofisant lazımdı. Həmən zaman mən artıq barda çalışırdım. Çünki öncə bəli ofisant kimi başlamışdım, sonradan oxumuşdum kofe və içkilər haqqında və keçdim bara. Və həmən zaman bizdə elə bir çox işçilər işləyirdi. Sadəcə menecer 2 nəfər yaxşı bir işçiləri, daha belə bacarıqlı, ingilis dilisi biraz yaxşı olanları seçməyi tövsiyə eləmişdi. Və məni və bir nəfər başqa bir dostum, Rəvan adına bir dostum vardı. Bizi seçdilər, dedilər ki, uşaqlar sizi Dubaya aparaq. Və elə oldu ki, 2017-ci ilin sentyabrında biz Dubaya gəldik. Dubayın mərkəzində, JBR adlı bir yerdə Qarabağ restoranı vardı. Elə orada başladıq birinci. Yəni belə bir gözlənilmədən bir şans oldu. Dubayda restoran sahəsində iş tapmaq üçün nələr vacibdir? Mən ilk öncə deyərdim ki, ən vacib, yəni biz əgər Azərbaycanlılardan danışırıqsa oradan gəlmək üçün, ən vacib məncə dildir. Yəni ingilis dili. Çünki bir çox bizim uşaqlar, tanışlar, vətəndaşlar gəlirlər Dubaya və dil problemi yaşayırlar. Çünki burada mən belə deyərdim ki, ərəb ölkəsi olmağına baxmayaraq, ingilis dili ərəb dilindən daha çox işlənilir və lazımdır hər bir sahə üzrə və turizm sahəsi üzrə daha da çox. O yüzdən birinci əlbəttə ki, ingilis dili, sonra başqa bir dillər bilirlərsə o daha da bir avantajdır. Ondan sonra bəli, təcrübə, ən azından mən belə deyərdim ki, Azərbaycanda hər hansı bir daha üst səviyyəli restoranlarda çalışmaları yaxşı olardı və yaxud otellərdə çalışsalar, çünki 5 ulduzlu otellərdə çalışdığı zaman və yaxud hər hansı bir oteldə çalışdıqları zaman xarici qonaqları görürlər, ingilis dilini görürlər və bu insanın dünya görüşünü də artırır. Bunlar vacibdir və ən sonda əlbəttə ki, bunların hamısını toplayaraq gözəl bir CV hazırlamaq. Çünki CV də çox vacibdir. Siz bir yerə CV göndərdiyiniz zaman artıq o CV elə bil sizin öz foto şəkliniz kimidir. Yəni insanlar o CV-yə baxanda artıq onu oxumaq üçün maraqlı olmalıdır. Bəzən insanlar 3-4-5 vərəq CV hazırlayırlar və onun axırına gedib çıxmağa artıq sıxılırsan. Ona görə sadə 1 və maksimum 2 vərəq və ən vacib məlumatları yazırsınız ki, insana sizi çağırmağa maraqlı olsun ki, orada bəzi suallar qaranlıq qalır ki, onu çağıraq üzbəüz ondan soruşaq və ondan sonra artıq bəli, sizi kimsə çağırırsa təbii ki, o intervyuya ya iş görüşməsinə hazırlaşmaq lazımdır ki, əvvəlcədən təxmini necə sual ola bilər, nə cavab verir və s. Bəzi insanlar sual verirlər, ingilis dilim yoxdur, amma ərəb dilini çox yaxşı bilirəm. Ərəb dili nə qədər önəmlidir Dubayda? Yəni Dubayın təbii ki, Birləşmiş Ərəb Əmirlikləri olduğu üçün bəzi insanlar deyir ki, bəlkə ola bilsin ki, ingilis dili önəmi yoxdur. O qədər də ərəb dili önəmlidir. Nə dərəcədə önəmlidir ərəb dili? Bəli, təbii ki, ərəb dili önəmlidir. Dövlət dilidir burada ərəb dili. Əgər ingilis dili yoxsa, ərəb dili keçərlidirmi? Keçərli olacaq. Amma baxır hansı sahələrdə. Misal üçün, əgər biz bugün turizm və otel və restoran sahəsindən danışırıqsa,
yalnız ərəb dilindən keçməyəcək. Çünki hətta mən işlədiyim yerdə belə demək olar ki, hər gün başqa bir ərəb ölkələrindən insanlar gəlir, iş axtarır. Mənim ilk soruşduğum sual olur ki, ingilis diliniz var yoxsa yox? Çünki bizim də deyərkən, yəni bir çox restoran və otellərin qonaqları xarici qonaqlardır, turistlərdir. Və Dubayda yaşayanların da %80% hamısı xaricilərdir. Onun üçün ingilis dili çox vacibdir. Yalnız ərəb dili ilə hər hansı bir dövlət strukturlarında ola bilər və yaxud hansısa bir ofisdə sırf ərəb yönlü o dil işlətmək üçün o tutarlı ola bilər. Amma yalnız ərəb dili ilə də yaşamaq çətin olacaq. Dubayda hansı yollarla iş tapmaq daha realdır? İş tapmağın çox yolları var əslində. Amma hal-hazırda məncə ən reallı və düzgün olan 2025-ci il və Dubay kimi texnologiyalı bir şəhərdə onlayn veb səhifələri və belə deyəlim sosial media üzərindən axtarma daha real. Misal üçün mənim ən çox sevdiyim son bir neçə ildə əsasən də LinkedIn sosial şəbəkəsidir. Mən onu professional Facebook da adlandırıram ki, orada bir çox fərqli sahələr üzrə insanlar var. Və misal hər kəs öz sahəsi üzrə olan kontaktlarını əlavə edə bilər, öz iş şəbəkəsini artırır. Orada bir çox iş axtarışları, elanları olur, yeni açılışlar elanları olur. Mənə dəfələrlə oradan mesajlar gəlir, iş təklifləri olur və yaxud iş axtaranlar da mənə yazır. O çox maraqlıdır. Ondan əlavə başqa bir sosial mediada var. Otellərdə sırf iş axtaranlar üçün hosko.com şey var. Həm onların application-ı var, tətbiq application, həm də veb səhifələri var. Orada sırf otellər üzrə iş axtaranlardır. Başqa bir veb-sayt da var, çox məşhur bu əsasda ərəb ölkələrində. Indeed.ae-dir, səhv xatırlamıramsa. Orada da yəni çox əsasda bu restoran otel sahəsi üzrə çox iş elanları olur. Və bəli, ən sonda əlbəttə ki, köhnədən bildiyimiz tanışlıq əgər varsa, o daha asandır. Amma mənim kimi gəlib başdan tanışlıq olmayıb öz başına axtaranlar üçün ən yaxşı variant onlayn axtarmaqdır. Dubayda turizm sahəsində, restoran və otelcilik sahəsində ən çox tələb olunan vəzifələr hansılardır? Hansı vəzifələrə daha çox tələbat var Dubayda? Mən belə deyərdim də. Bəli, əlbəttə ki, məncə ən çox tələb daha biraz aşağı pozisiyalarda olan işçilər üçündür. Nədən? Çünki aşağı pozisiyada olan işçilərin həm maaş ortalaması o qədər yüksək deyil və aşağı pozisiyada olanlar üçün iş dəyişmək daha asandır ki, çünki itirəcək o qədər şeylər yoxdur və daha da Dubay yeni bir market olduğu üçün çox perspektivli bir yerdir bura restoran, otellər üçün. Onun üçün yəni əgər restorandan danışırıqsa, məncə ofisiantdır, hostesdir, bu qapıda qarşılayan qızlar, barmenlərdir. Bu pozisiyalar həmişə çox olur, həmişə çox axtarılır. Amma menecer və məsələn idarə etmə heyəti o qədər də çox olmur, amma yenə onlar da olur. Çünki idarə etmə heyətinin üzvlərini işə axtaranlar həmişə Dubayda və yaxud ən azından Ərəb Əmirliklərində və ya qonşu ərəb ölkələrində olan təcrübəyə baxırlar. Nədən? Çünki buranın öz belə deyək turistlərin mentaliteti, ərəb ölkəsi necə iş getməsi, ümumiyyətlə buranın turizm strukturunu anlayan birisi olması çox vacib məsələdir ki, çünki o idarə etmə menecer və ya müdir deyək, administrator deyək, o adam kimlərisə idarə edəcək, o bilməlidir artıq necə olduğunu. Onun üçün məncə ən çox bəli, aşağı pozisiyalardan insanlar başlayıb, sonradan bəli qalxa bilərlər, karyera qura bilərlər. Çox yaxşı məqama toxunub. Bəzi insanlar deyir ki, mən 10 illik menecer təcrübəm var, Abşeron oteldə menecer işləmişəm. Yəni bu insanlar gəlib burada birbaşa menecer işləmək istəyirlər. Nə dərəcədə bu real ola bilər? Onların birbaşa gəlib burada menecer işləməsi uyğunlanır. Əslində cavab verdin, amma yəni o insanlara konkret olaraq, yəni menecer işləyən insanlar hardan başlaya bilərlər? Hansı pozisyondan başlaya bilərlər? Çox gözəl sualdır və dəfələrlə belə də mən qarşılaşmışam elə bir adamlarla. Mən belə bir söz deyim. O orada misal üçün Bakıda və hər hansı bir ölkədə olsun, öz ölkəsində deyək, 10 il deyirsən əgər menecer kimi işləyirsən, Dubayda gəlib yenə də o eyni vəzifədə başlamaq çox çətin məsələdir. Nədən? Çünki menecer elə bir şeydir ki, onun çox üzərində məsuliyyəti var. O yenə də deyirəm ki, şəhəri tanımalıdır. Buranın qayda qanununu bilməlidir və bunların hamısını bilmək, tanımaq ən azı 1 il çəkəcək.
Çünki çox nüanslar var. Onun üçün həmişə Dubaya gələndə bir addım geriyə eləməlisən. Bir pozisiya arxadan başlamalısan ki, o bir il ərzində ən azından o geri qalan, məsəl üçün iş təcrübən var, amma Dubay şəhər təcrübəsini, buranın xarici turistlərin təcrübəsini aldıqdan sonra artıq deyə bilərsən ki, mən 10 il menecer işləmişəm, mən bunu da artıq öyrəndim, mən daha da yuxarı qalxmağa hazıram. Bəli. Bir çox vəzifələri burada söylədi. Maaşlar necədir burada? Məncə o ən çox maraqlı olan sual odur. Belə deyək, yerdən, məkandan çox şey asılıdır. Çünki Dubayda mən ən son xatırladığım qədər 11 minə yaxın restoran var və rəsmi 800-ə yaxın otel var, hansı ki rəsmi olan. Yenə də əgər restoran alkoqolludur və ya alkoqolsuzdur. Çünki Dubayda alkoqolsuz restoranlar çoxdur. Otel 5 ulduzdur, 4 ulduzdur, 3 ulduzdur. Bunların fərqləri. Amma ortalama belə deyək, əgər biz bir ofisiantdan danışırıqsa, təxminən 1000-1200 dollar arası olacaq maaş. Üstəgəl bir çox şirkətlər qalmaq üçün yer verirlər, transport verirlər, misal üçün avtobus və yaxud da başqa bir işə gəlib getmək üçün. Əgər biz bardan danışırıqsa, alkoqolun yerdə barmenlər 2000-3000 dollar belə qazana bilərlər rahat. Alkoqolsuz yerdə olacaq 1500 təxminən. Hosteslər əgər misal üçün o qızlar hansı ki qonaqları qarşılayırlar, onların ortalama minimum 1500, 2000, даже 3000 mən deyərdim bəzi yerlərdə. Yenə də yaxşı, yəni biraz premium restoranlar var, adi restoranlar var. Onlar hamısı nəzərə alsaq, ortalama təbii ki Azərbaycandan qat-qat yaxşıdır. Yenə də insanın təcrübəsindən və harda işlədiyindən asılıdır. Səncə ortalama əmək haqqı varmı? Yəni hər hansı bir ortalama bir var. Mən eşitmişəm. Eşitmişəm deyəndə elə bir şey var ki, dövlətin ortalama əmək haqqısı var. Bilmirəm sənin xəbərin var yoxsa yox. Dövlət ortalama əmək haqqısı hal-hazırda Dubayda 12 yoxsa 14 min dirhəmdir. Onlar elə. Çünki nədən? Bəli, sən mənə deyəcəksən ki, bir çox adam tanıyıram 4-5 minə işləyir. Amma dövlət onları nəzərə almır. Ortalama nə deməkdir? Ümumi ölkə üzrə. Çünki bir çox insanlar maaşları 15, 20, 30, 40 bəli. vəzifələrdən asılı olaraq. Onun üçün ortalama 12-14 min arası götürülür. Hansı ki dollardan desək təxminən 4 min dollar təxminən ortalama sayılır. Təbii ki ondan az alan bir çox insanlar var. Amma rahat, normal yaşamaq üçün bəli, ən azı məncə də 14-15 min dirhəm qazanmaq lazımdır. Mən Dubaya bir neçə gün öncə gəlmişəm və iş axtarıram. İşə alma prosesi necə burada baş verir və hansı mərhələlərdən keçir? Məncə hər bir insan belə bir xaricə səfər etməmişdən qabaq planlaşdırsa yaxşı olar. Düzdür, arada mənim bir əhvalat yadıma düşdü, əgər icazə versən danışaram. Keçən il dekabrın 29-u gecə, yəni artıq 30-una keçmişik. Sən də özün də bilirsən ki, bu dekabr ayı Dubayda çox belə əsas da turizm sahəsi partlayır deyə bilərik, çox şeydir. Biz də hazırlaşırıq da, yəni 31-i yeni il bayramı, insanlar rezervasiya eləyirlər, biletlər satırıq, çox yəni iş gedir. Həm mən özüm də belə bir general menecer olaraq başım belə deyək partlayır artıq. Və gecə saat 2-dir, 29 artıq 30-u səhər deyək. Bir nəfər var, köhnə tanışım, Bakıda vaxtı işlədiyim. Mənə yazır ki, Elnur salam, necəsən? Mən aeroportdayam, Dubaydayam. Düzdür, mən öncə biraz şok oldum. Necə? Sonradan dedim, hə, salam, yaxşıyam, sağ ol, nəcəb, xeyirdir. Bu Şərifədəki fişəngləri izləməyə gəlib, yoxsa? Bilmirəm. Dedim ki, bəlkə də ola bilsin, həqiqətən gəzməyə gəlib və yaxud kiminsə yanına. Dedim, hə, sən necəsən, oradan, buradan. Dedi ki, mən gəlmişəm Dubaydayam, mən iş axtarıram. Dedim, qardaşım, biraz yaxşı vaxt deyil. Yəni, sən gəlmişsən, sabah artıq yeni ildir, iş axtarırsan, biraz çətin məsələdir. O nəsə alınmadı ona bir şey. Mən bildiyim qədər bir gün, 2 gün sonra o geri Bakıya yoxsa dedi ki, Moskva arası uçdu. Yəni, dediyim odur ki, əvvəlcədən planlaşdırmaq lazımdır. Kimləsə əlaqəyə girmək lazımdır. Mən gələcəm, mən harda qalacam, mən nə yeyəcəm, hara gedəcəm, nə ilə yolda, izdə. Çünki bura xarici ölkədir. Bura SNG və yaxud biz MDB ölkələri deyil ki, rusca yola verdim, mənə kömək elədilər. Burada aeroportda düşən kimi sizi Ərəb, Hindistanlı, Pakistanlılar qarşılayacaq və onlar heç kimsə sizi tanımır. Onun üçün burada bir tanışınız, əvvəlcədən planlaşdığınız bir adam yoxsa çox çətindir. Yox, əgər varsa, gəlmisinizsə, iş axtarmaq yenə də sezondan asılıdır.
Otel turizm sahəsi demək olar ki, may ayında artıq düşməyə, çöküşə doğru gedir və geri artıq oktyabrdan sonra başlayır. Onun üçün mən həmişə məndən soruşanda kimsə, mən deyirəm ki, maydan oktyabra kimi gəlməyin. Çünki o vaxtı heç kim götürə bilərlər hansısa yer üzrə, amma o yaxşı yer, məkan olmayacaq. Çünki yaxşı yerlər yayda artıq onların planı olur, kimlər gedəcək, kimlər qalacaq, kimlər işə götürüləcək. Oktyabrda gəlsələr, bəli, sentyabrın axırı hətta deyərdim, yeni sezon burada artıq noyabrdan başlayır. O zaman bir çox iş yerləri işə götürürlər. O sezonda gəlsələr, əgər yaxşı ingilis dili varsa və təcrübəsi varsa, ona hətta mən deyərdim 1 həftə, 2 həftə iş tapmaq olar. Əsas istəkdir. Çünki əgər yox, mən orada işləmərəm, mən burada işləmərəm, o xoşuma gəlmir, bu xoşuma gəlmir, o çəkəcək aylar. Yox, mən hardasa başlayım, sırf özünə məqsəd qoyur ki, mən işləyəcəm, mənə fərq etmir, mən əziyyət çəkməyə hazıram, amma mən işləyim, karyeramı qurum. O tapmaq, mən həmişə deyirəm, əsas istəkdir. İstəyin varsa sən iş tapacaqsan. Əgər Dubaya gəlməyi planlayırsınızsa və hər hansı bir tanışınız yoxdursa, Dubay bələdçisi kitabçası sizin köməyinizə çata bilər. Dubay bələdçisi paketinin linkini videonun açıqlamalar qismindən əldə edə bilərsiniz. Dubaya gəlmənizi asanlaşdıracaq və sürətləndirəcək və Dubaya gəldiyinizdə hansı addımları, hansı etaplardan keçəcəksiniz, hamısını Dubay bələdçisi kitabçasının içərisində tapa bilərsiniz. Elə bir çətinliyin olubmu ki, deyəsən ki, Dubay artıq mənim üçün deyil, geri öz vətənimə qayıtmalıyam və yaxud da ki, başqa ölkə haqqında düşünməliyəm? Bəli, məncə olub və mən yenə qeyd etdiyim kimi 2017-ci ildən Dubaydayım və məncə dünya 2020-ci ildən əvvəl və sonraya bölünür. Kimlərsə əgər Dubaya 2020-dən öncə gəlibsə, onlar mən nə dediyimi başa düşürlər bu hal-hazırda. Bəli, o koronavirus zamanında təxminən 7-8 ay işsiz qaldıq. Bir çox adam mənim kimi. O çox pis bir dövr idi. Şükür Allaha ki, o zaman mən Jumeirah oteldə işləyirdim və onların verdiyi qalmaq yeri, yeməyi falan hər şeylə təmin elədilər bizi. O zaman bəli, mən çox ciddi düşünürdüm geri ölkəmə qayıtmaq üçün. Sadəcə son anda başqa bir məkandan bir iş təklifi gəldi və qalmalı oldum. Və ümumiyyətlə mən deyərdim ki, mən Dubaya gəldiyim gündən artıq özümə bir məqsəd qoymuşdum ki, mən Avropaya köçüb yaşayıb işləmək istəyirəm və konkret bir ölkə deyiriksə, mən İspaniyaya həmişə getmək istəmişəm, Madriddə yaşamaq arzum olub. Sadəcə son 1-2-3 ildə artıq görürəm ki, bir çox Avropa ölkələrindən Dubaya gəlirlər insanlar işləmək üçün. İndi o dərinliklərinə biz getmirik hal-hazırda. Hər siyasi, iqtisadi və bir sürü məsələlərə görə ola bilər. Və o artıq gördükdən sonra başa düşürsən ki, hal-hazırda tək məncə Avropa deyil, dünyanın əgər turizm sahəsi üzrə götürürsünüzsə, bu yaxın şərq ölkələri, ya Dubay, Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistan çox inkişaf eləyir son illərdə. Məncə hələ ki, yaxın 10 ildə buradan yaxşı bu sahədə çalışacaq bir yerlər azdır. Bəli, indi Avropadan izləyənlər deyə bilər ki, nə danışsan, insan haqları falan. Razıyam, amma Dubayda əgər təcrübəniz, istəyiniz varsa, karyera yüksəlişi daha tez əldə eləyərsiniz nəinki Avropada. Çünki biz bilirik ki, Avropada insanlar bəzən 40 yaşına qədər də ofisiant işləyirlər. Orada o normal, yəni belə bir vəzifə kimi sayılır ki, iş kimi, professional. Sadəcə Dubayda çünki rəqabət çoxdur, amma yaxşı kadrlar azdır. Sən əgər yenə də dilin, təcrübən, işə yanaşman fərqlidirsə, sən avtomatik olaraq seçilirsən. Və seçildiyin üçün daha tez inkişaf edirsən, daha tez vəzifələrdə yüksəlirsən. Onun üçün, bəli, əvvəllər çox olub məndə fikir, amma son 1-2 ildə başa düşdüm ki, bu sahə üzrə hələ ki, bu yaxın şərq ölkələridir. Gələcəkdə istəyərəm Azərbaycana qayıdım, Bakıda yaşayım, öz biznesimiz olar, ya nəsə başqa bir şey. Hal-hazırda məncə hələ ki, bura. Dubaydakı restoran sahəsindəki uğurunu şansa buraxmalısan, yoxsa hər hansı bir düstur, hər hansı bir ardıcıllıq varmı ki, onu izləyərək yüksək vəzifələrə gələ bilərsən və yaxud da ki, hər hansı bir qısa yol varmı bunun üçün? Məncə həyatda heç bir şeyi şansa buraxmaq olmaz. Deyirlər ya, bəzən talih sənin əlindədir. Şansa məncə sadəcə o azart oyunlardır və s. şeylər buraxmaq olar.
Çünki əsas da belə deyək, turizm sahəsində işləyirsənsə, şansa buraxmaq çətin məsələdir. Niyə? Çünki sən fiziki olaraq işdə olmalısan və işləyirsən və səni insanlar izləyir. Tanış əgər varsa, burada da dünyanın hər bir yerində olduğu kimi məncə burada da o tanışlıq çox vacibdir. İşlədiyin yerin, məkanın deyək, idarə heyəti olsun və yaxud şirkətin hansısa bir menecmenti olsun, tanışların varsa, qohumların varsa, bəli, daha tez yüksələ bilərsən və mən görmüşəm onu. Hətta o sırf mən bizdən danışmıram, mən görmüşəm ki, ingilislər, İngiltərədən gələnlər tanış olduğu üçün daha tez qalxırlar və yaxud Fransadan, ərəb ölkələrindən. O olur, o vacibdir. Amma əgər özün vəzifədə qalxma, karyera qurmaq istəyirsənsə, heç vaxt şansa buraxmamalısan. Öz üzərində işləməlisən, əziyyət çəkməlisən. Bəli, çox çətin olacaq. Psixoloji, fiziki çətinliklər olacaq. Onların hamısını keçdikdən sonra ən sonda o bəhrəni görəndə arxaya baxıb belə bir üzündə bəlkə bir gülüş yaranacaq ki, mən o zaman şikayət eləyirdim, əziyyət çəkirdim, amma hal-hazırda o əziyyətin bəhrəsini görürəm. Dubaydakı restoran sferasında karyera qurmaq və inkişaf etmək mümkündürmü? Yoxsa sadəcə restoran sferasına bura yeni gəlmişəm, harda işləyə bilərəm, gedib restoranda işləyim fikri ilə mi yanaşmalıdır insanlar səncə? Məncə yox. O da elə ən böyük problemlərin biri odur ki, mən Azərbaycanda bura gəlməmişdən öncə hardasa bir 10 ilə yaxın çalışdım fərqli restoranlarda, otellərdə. Hətta mən 2009-cu ildə birinci dəfə işləməyə başlamışdım. O zaman belə bir çox insanlar bu restoran sahəsinə heç ciddi baxmırdılar. Mənə də bir sıra dost, tanış, qohumlardan belə deyənlər olurdu ki, Elnur, sən yaxşı məktəbdə əlaçı olmusan, oxumusan və s. və ilaxır. Amma hal-hazırda getmirsən restoranda işləyirsən, ofisant işləyirsən. Hal-hazırda onlar məni bir ibrət kimi göstərirlər 16 il, yox 8 il sonra. Onun üçün bunu heç vaxt belə yola verdi eləmək lazım deyil, doğru dilinə desək. Ciddi almaq lazım. Tim böyle əgər Dubay kimi bir yerdə karyer qurmaq, bəli, çox mümkündür, əla bir sferadır. Çünki bu həmişə var, olub və olacaq da və hər gün bə-gün inkişaf eləyir. Özün də görürsən ki, hər il daha da çox turist gəlir, daha da yeni bir şeylər açılır, yeni otellər, restoranlar. Onun üçün çox realdır. Mən özüm də ilk gəldiyimdə Bakıda nə qədər təcrübəm olsa da mənə burada dedilər ki, ilk otelimdə çalışdığımda bizə fərq etməz, bizə ofisant lazımdır. İstəyirsən işlə, istəmirsən işləmə. Mən də əlbəttə ki, qəbul elədim, maybe yox. Başlayaram ən azından. Amma başladım, artıq biraz zaman geçti. Bir il sonra geçdim başqa bir otelə, daha da yuxarı pozisiyaya, ondan 1-2 il sonra başqa bir yerə. İndi hal-hazırda işlədiyim yerdə artıq general menecer və bilmirəm o necə deyək. Onun üçün karyera qurmaq çox real və əgər ciddi yanaşsan, asandır məncə. Dubaydakı xidmət və Azərbaycandakı xidmət arasında nə kimi fərqlər var? Hər iki ölkədə təxminən 10 ilə yaxın çalışan bir adam kimi mən deyə bilərəm ki, fərq çoxdur. Artıq burada neçə illər olmağıma baxmayaraq, mən bir çox şeyi, demək olar ki, servisdən danışırıqsa, xidmətdən danışırıqsa, %70-80%-ni mən Bakıda nə öyrənmişdimsə, onlardan istifadə edirəm. Bəli, burada əvvəl qeyd etdiyim kimi məkanlardan asılıdır. Burada elə bir premium səviyyədə restoranlar var ki, siz ora işə qəbul olunsanız, çünki o asan deyil. Bəli, işə qəbul olunsa, orada bir çox maraqlı və faydalı mövzulara toxunulub, elə bir ki, onları öyrənə bilərsiniz. Amma təəssüflər olsun ki, o qədər yer burada, o səviyyədə yer burada azdır. Restorandan danışırıqsa bir 15-20 dənə adnan çəkmək olar. Otellərdə də elədir ki, burada biraz işçi qüvvəsi söhbəti var ki, təəssüflər olsun ki, burada daha çox, daha belə deyək, ucuz işçi qüvvəsi, maaşı biraz aşağı olub işləməyə razı olan insanları işə götürürlər bu sahələrdə. Çünki bir çox sahibkarlar yüksək maaş verməkdən çəkindirdikləri üçün daha çox Afrika, Asiyadan olan millətlər işləyirlər və onlar heç bir, belə deyək, yeni bir şey öyrənməyə marağında deyirlər. Sadəcə gəlirlər, bugün mən bu 9 saatım, 12 saatımı işləyirəm, eyni və çıxım gedim. Onun üçün
mən də bir çox müştərilərimiz və qonaqlarımız olur ki, mən işlədiyim yerdə mənə deyirlər ki, bax biz gəlirik sizin yerə, görürük ki, servis var, insanlar gülümsüyür, xidmət edirlər bizə xoşdur, onun üçün biz yenə də gəlirik bura. Bəs onun sirri nədir? Çünki biz gedirik bir çox yerlərə, bizi normal qarşılamırlar, sonradan ofisiantı gözləyirik, zakazımızı çox gözləyirik, sonradan heç kim gəlib heç bir soruşmur. Elə bir baxırsan normal bir restoranda, amma sonda kafe kimi bir şey ortaya çıxır. Mən həmişə deyirəm ki, o yenə də idarəçilikdən çox şey asılıdır. İdarəetmə olanlar işçiləri gərək öyrətsinlər, göstərsinlər, başa salsınlar. Gündəlik toplanışlar olmalıdır. Aylıq, misal üçün, hansısa bir günlərdə sırf hansısa servisin növü üzrə treyninq deyək belə, öyrətmə şeylər olmalıdır. Təlimlər olmalıdır, bəli. Onu bir çox adam eləmir. Amma bəlkə də mən Azərbaycanda çalışdığım yerlər biraz yaxşı yerlər olduğu üçün əvvəl öyrənirdim. Amma ondan əlavə də özümün də həvəsi var idi. Maraqlanırdım internetdən, oxuyum oradan, buradan, bu sahə üzrə. Onun üçün əgər biz ortalama ölkə üzrə götürürüksə, mənə elə gəlir, yenə də Azərbaycanda xidmət Dubaydan yaxşıdır. Yox, biz əgər yaxşı, səviyyəli yerlərdən danışırıqsa, əlbəttə ki, Dubayda elə bir yer var. Siz ora gedəndə elə bilirsiniz ki, Parisdəsiniz və yaxud Londondasınız. Fərqli yerlər də var. Ərəb mədəniyyəti ilə ünsiyyətdə olarkən nələrə diqqət etmək lazımdır? Belə deyərdim ki, bəli, bir çox adama Dubay elə gəlir ki, hansısa bir Avropa şəhəridir və yaxud Amerikanın hansısa bir ştatıdır. Amma yenə də unutmaq lazım deyil ki, bu bir ərəb ölkəsidir və burada hələ də dövlətdə bəzi şəriət qanunları belə var. Ona görə bura gələndə, misal üçün işə düzələndə hər bir adam üçün viza prosesi var və o viza prosesində tavci adında bir təlim keçirilir, hansı ki vacibdir. O nədir? Gedirsiniz orada 1 saat videoya baxırsınız. Multfilm kimi, o cizgi filmi kimi bir videodur və orada sizə başa salırlar. O nə üçün? Çünki buranın qayda qanunları biraz fərqlidir. Misal üçün, yerli əhali, hansı ki bunlar 10-15%'dir, onlarla misal üçün danışanda, onlarla ünsiyyətdə olanda və s. və ilaxır, siz həmişə hörmətlə danışmalısınız. Çünki onlar burada az olduğu üçün və burada bir çox başqa millətlər olduğu üçün onlar təbii ki, normal bir insan düşüncəsi olaraq elə bilirlər ki, hardasa bir pillə üstündülər. Onun üçün, əgər onlara kimsə gedib Bakıdakı kimi üzünə belə nəsə birbaşa desəz, onlar onu pis qəbul eləyəcək və yaxud tutaq ki, ərəb, belə deyək, qadınları olsun və xanımları olsun, hansı ki bağlıdır hicabda falan, onlarla heç vaxt çalışın əllə görüşməyin. Misal üçün, salam verəndə heç vaxt birinci ərəb qadına əl uzatmayın. O çox böyük bir səhvlərdən biridir ki, bəzi insanlar eləyir. Hətta əgər, belə deyək, ər və ərvad yana durursa ərəblər, siz həmişə danışanda gərək ərinə baxasınız və onunla danışasınız. Yəni həyat yoldaşına baxmalısınız. O artıq ərəb, belə deyək, dərin mədəniyyətdən biz danışırıq. Restoranda danışırıqsa, əgər gələn müştərilərdən danışırıqsa, təbii ki, ərəblər xoşlayırlar ki, hesabı özləri ödəsin. Bizdə həmişə davalar olur ki, elə bir 4-5 nəfər dost oturubsa, kim hesabı ödəyəcək? Ona görə onu bir çoxları bilir və həmən o 4-5 nəfər arasından bir nəfər həmişə daha biraz deyək, ağıllı olur ki, öncədən ayağa durur və gəlir ofisianta deyir ki, hesabı mənə verərsən, heç kimə vermə. Əgər o insan birinci gəldi dedisə, ondan sonra kim gəlsə də artıq xeyir olmayacaq. Nədən? Çünki başqaları gələndə ofisiant deyəcək ki, xeyir, mənə orada başda əyləşən adam dedi ki, mən ödəyəcəm, bitdi. O da çox vacibdir. Hətta xanımı ilə, belə deyək, ərəblər restorana gəldiyi zaman sifariş götürəndə yenə də siz adamın özündən götürməlisiniz. Yəni, ərindən danışıb sifariş götürməlisiniz. Xanımı nəsə istəyirsə, ərinə deyəcək, əri sizə deyəcək. Düzdür, bəzi müasir ərəblər də var ki, hansı ki, artıq mən danışıram, hansı ki, bəzi daha çox kultural ailələr qalıb ki, hələ də o qayda qanunla hələ də yaşayırlar. Ümumi Dubaydan danışırıqsa, misal üçün, burada bəzi qanunlar var, sən də bilirsən, metroda saqqız çeynəmək olmaz. Daxili məkanlara, mollara və yaxud nəyəsə həmişə yazılır ki, bəzi vaxtı demirlər heç nə, amma misal üçün qolu gödək belə olmalıdır, belə maykadan olmaz.
Bu qədər məncə o qədər bir çox şeyləri insanlar internet üzərindən tapa bilərlər, axtara bilərlər kiməsə hansısa bir müəyyən bir sual maraqlandırırsa. Amma ümumi olaraq onu deyərdim ki, hər kəsə tövsiyə eləyirəm gələndə ən azından biraz oxusunlar ki, bu ölkəyə gedirəm, bu ölkənin qayda-qanunu necədir, bu ölkədə bunu mən necə eləyə bilərəm, bu ölkədə mən necə yaşamalıyam kimi suallarla maraqlansınlar. Deməli Dubayda əslində Dubaya gəlmək çox asandır da hal-hazırda. Vizədən bilet alırsan, 100-200 dollara gəlirsən. Yəni bura gəldiklərində nə qədər pulla gəlsələr, iş tapana qədər onlar idarə edə bilər və Dubaydakı adaptasiya dönəmi nə qədər sürə bilər onlar üçün? Belə deyək, bəli, gəlmək asandır, viza artıq yoxdur, bilet dediyin kimi 100-200 dollardır. Burada məncə ən çətin məsələ Dubayda qalmaq yeri, ev məsələsidir. Əgər o gəlib kiminsə yanında artıq qalacaq bir adamı varsa, misal üçün sənin dostun sənin yanına gələcəksə və bir ay ərzində iş tapmağı özünə məqsəd qoyubsa, məncə o bir aya yəni 1000 dollarla belə yola verə bilər. Əgər heç kim yoxdursa burada, heç kimi yoxdursa, heç kimi tanımır, onun üzərinə bir 1000 dollarda qalmaq yeri gəlməlidir. Çünki gedib qala bilər, misal üçün bəzi hostel kimi yerlər var ki, bir otaqda 6 yataq, 8 yataq eləyirlər ki, müvəqqəti qalanlar üçün. Amma onlar belə ən ucuzu mən bildiyim qədər 200-300 dollardır. Əgər baxır yenə də hansı Dubayın hansı rayonunda belə deyə qalacaq. Mərkəzdə qalmaq bahadır, biraz uzaqdasa, amma mərkəzdə qalmaq o yaxşıdır ki, həm metro olacaq, həm taksilər həmişə var, yaxud piyada gedə bilərsiniz. Uzaqda qalmağın o yol problemi olur ki, çünki metro Dubayda sadəcə bir xətt üzrədir. İndi yeni açılıb ki, biraz başdan Expo'ya doğru var. O nəqliyyat məsələsi biraz çətindir. Onun üçün məncə təxminən evsiz, tanışsız ən azı 2000 dollar, evi tanışın varsa ən azı 1000 dollar. Bəli. Bir də adaptasiya sürəsi nə qədər? Sən məsələn gəldiyində nə qədər müddətə bura adaptasiya oldu? Artıq dedin ki, Dubay mənim üçün çox yaxşıdır. Artıq burada özümü rahat və safe hiss edirəm. Mən prosta biraz mənim məsələmdə biraz fərqli idi. Mən 6 ay o öncədən qeyd etdiyim Qarabağ restoranında çalışdım və 6 aydan sonra artıq həmin yerdə yerləşən Ritz-Carlton oteli var, 5 ulduz. Ora işə düzəldim. Ora işə düzəlib artıq 5-6 ay orada. Çünki mən baxın gəldiyimdə mən Qarabağ restoranında işə düzəldim. Orada da kimlər idi? Azərbaycanlılar idi. Yəni mən Azərbaycandan çıxdığımı o qədər də çox hiss eləmədim. Bəli. Elə bilirdim, bəli, orada var idi bizdə biraz xarici işçilər də. Hətta oranın müştəriləri belə SNG ölkələri idi çoxsu. Onun üçün mən hələ də hiss eləmirdim ki, mən Dubaydayam. Amma 6 aydan sonra otelə düzələndə təsəvvür eləyin ki, oteldə 550-560 dənə işçi vardı. Onların arasında bir dənə mən idim Azərbaycanlı və ümumiyyətlə o 550 nəfərdən çox hardasa 15-16 nəfər SNG-dən vardı. Geri qalan 500 nəfər xaricilər. O, bəli, o mənim üçün biraz artıq mədəni bir şokmu deyim, mentalitet bir şokumu deyim yaşadım oradakı. Bir çox ölkələrdən vardı. Hindistan, Bangladeş, Sri Lanka, Filippin, Misir. Çünki bir qonaq kimi, turist kimi Bakıda görə bilərsən onları. Amma bir iş yoldaşı kimi hər gün 9 saat, 10 saat onlarla işləyərək artıq o psixoloji olaraq sənə çətin gəlir ilk öncə. Çünki misal üçün sənin üçün normal olan bir şey onun üçün o pisdir. Onun üçün normal olan sənin üçün pisdir. Və siz bir-birinizi tanıyıb kontakta girənə qədər o vaxt aparır. Siz aranızda söz-söhbətlər olacaq, davalar olacaq, nə bilim bir çox məsələlər keçdikdən sonra onda artıq başlayasınız ki, bir-birinizə öyrəşməyə. Salih belədir, bu belədir ondan sonra. Mən ümid deyərdim ki, ən azı 6 ay 1 ilə qədər. Məndə hardasa 1 il çəkdi ki, çünki mən sonradan düzəldim otelən. Bu turizm sahəsində, restoran, otelçilik sahəsində iş axtaran hal-hazırda gənclər üçün 3 əsas tövsiyə nə olardı? Ən önəmliləri. Məncə biri mən həmişə deyirəm, əgər imkanım olsaydı vaxtı geri dönməyə məktəb dövrlərinə, mən dil öyrənərdim. Çünki mən çox istəyərdim ki, hal-hazırda İspan dili, Fransız dili, Çin dili, hətta ərəb dili. Birinci əsas dildir. Bəli, ingilis dili və daha əlavə dillər. Nə qədər çox dil bilsələr, o qədər asan olacaq. İkinci, konkret bir sahə seçsinlər. Bəli, deyirlər, 30 yaşına kimi sən özünü tapmalısan, orada, burada. Bəli, özünü tapmalısan.
Amma artıq məncə 20, 22, 23 yaşda bir adam təxmini bilməlidir ki, mən bu sahə üzrə getmək istəyirəm. Yəni restoranda çalışmaq demək deyil ki, sadəcə ofisiant. Restoranda sən mühasibətdə çalışa bilərsən. Restoranda sən injinering sahəsi var, hansı ki, bütün bu remont falan eləyən sahələr var. İnsan kadrları, resursları sahəsi, yəni bir çox sahələr var. Sən bilməlisən ki, mən hansı iş görmək istəyirəm. O ikinci məsələdir. Üçüncü məsələdə fərqi yoxdur. Hansı işi görürsən, hansı vəzifədəsən, yol təmizləməkdən, süpürməkdən, dünyanın ən böyük şirkətinin CEO-suna qədər ən vacib məsələ işə yanaşmadır. İşə ciddi yanaşmalısan. İşə elə yanaşmalısan ki, bu sənin evindir. Çünki bir çox adamlar işdə evdən daha çox olur. Əgər mən həmişə deyirəm, sevmək məcbur deyil. O deyirlər, mən işimi sevirəm, inanma. İşi sevmək yox, işdən xoşun gəlməlidir. Yəni işə getməyə sənə xoş olmalıdır. Çünki işə bir nifrətlə gedirsən. Mən indiyə kimi bəzi yerləri dəyişmişəm, Dubayda da, əvvəlcə Bakıda da, bir çox yerləri. Nə vaxtsa mən iş dəyişmişəmsə, o demək olub ki, mən artıq o işi belə nifrət hissinə baxmışam. Misal üçün, ola bilər psixoloji yorğunluq ola bilər və yaxud hansısa başqa bir söhbət ola bilər. Yəni artıq mən başa düşmüşəm ki, mən işə gedəcəm, amma düzgün, doğru işləməyəcəm. Yəni artıq o mənə maraqlı deyil. Ona görə də başqa bir yerə işimi dəyişmişəm ki, o marağımı itirdikdən sonra iş keyfiyyəti düşəcək. Yəni dil, konkret hansı iş görmək istədiyini bilməlisən və gördüyün işə çox ciddi yanaşmalısan, öz doğma işin kimi. Çox gözəl məqama toxundun əslində burada, yəni işi dəyişdirmə. Əgər burada nifrət hissi oyandısa, artıq yeni işi dəyişdirmək. Mən deyərdim ki, Dubayda əgər inkişaf eləmək istəyirlərsə, hər hansı gənc bura yeni gəldiyində, yəni bir məkanda uzun müddət işləmək o insanı inkişaf elətdirməz məncə. Və hər hansı bir yerdə 5-6 ay işləyib oranın vəziyyətini gördükdən sonra, əgər uyğundursa, yeni bir başqa işlə bir üst səviyyə, bir üst vəzifəyə gedə bilər. Səncə bu hansı dərəcədə doğrudur? Yəni işə girdiklərində bir deyək ki, restoranda, oteldə uzun müddət qalmaları mı tövsiyə edirsən, yoxsa tez-tez iş dəyişmələrini mi? Belə deyərdim. Yeni gəldiyində əlbəttə ki, marketi tanımaq lazımdır, şəhəri tanımaq lazımdır, iş yerlərini tanımaq lazımdır, bir çox yer. Çünki mən görmüşəm bir çox MDB ölkələrindən insanlar gəliblər, çerez onlayn tapıb işləri kimlənsə, belə deyək, aşağı səviyyəli otellərə və yaxud zəif bir məkanlara işə düzəliblər və düzəlib 4-5-6 ay ərzində başa düşüblər ki, Dubayda daha çox imkanlar var, şanslar var, perspektivlər var, mən burada batacam, mən heç bir şey öyrənməyəcəm, inkişaf eləməyəcəm, iş dəyişirlər. Ona görə məncə müəyyən bir vəzifəyə qədər iş dəyişmək yaxşı bir şeydir. Çünki nədən? Nə qədər çox fərqli yerdə işləsən, o qədər çox sənin bu iş üzrə həm təcrübən olur, həm onları müqayisə eləyə bilərsən. Misal üçün, hal-hazırda mən işlədiyim vəzifədə mən heç vaxt işləyə bilməzdim, əgər mən əvvəlcədən bir çox fərqli məkanlarda, konseptlərdə işləməsəydim. Misal üçün, bu sahə üzrə oteldə də işləyə bilərsən, klubda, restoranda, kafedə, barda, fərqi yoxdur. Başqa-başqa yerlər, yəni belə deyək, supervisordan yuxarı, belə assistant menecer olsun, yəni menecer köməkçisi və menecer olana qədər ən azından 2-3 dənə fərqli yer ən azından işləməyin yaxşıdır. 5-6 ayda necə deyək, dəyişsinlər, amma iş tapıb dəyişsinlər. Çünki bir çox olur ki, bizdə işçilər 5-6 ay sonra deyirlər ki, mən hər şeyi bilirəm, mən hər şeyi öyrəndim, mənim vəzifəmi qaldırın. Elə bir şey olmur. Çünki siz işə düzəldiyiniz zaman 2 illik kontrakt imzalayırsınız bir çox standartlara görə. O 2 il ərzində siz imzaladığınız vəzifə və maaşa işləməlisiniz. İşdən çıxa bilərsiniz, fərqi yoxdur qalmağa. Amma orada elə bir şey yoxdur ki, biz sizi 6 ay sonra vəzifənizi qaldıracağıq, biz sizi 1 ildən sonra maaşınızı. O hamısı qalır şirkətə. Siz əgər həqiqətən çox dəyərli və yaxşı bir işçisinizsə, əmin olun ki, oranın idarə heyəti özləri gələcək yanınıza ki, biz görürük ki, sizin belə bir bacarığınız var, bizə belə bir adam lazımdır, gəlin qalın, biz sizi qaldıraq və s. və ilaxır. Yox, əgər görürsünüz ki, yox, elə bir şey, çünki bəzi idarə etmələr də dediyim kimi yaxşı olmur, görmürlər elə şey işçilərdə. Amma özünüz bir iş tapın, axtarın, araşdırın, iş tapdıqdan sonra yaxınlaşın öz menecerinize ki, mən iş tapmışam, ərzəm
bu mənim ərizəm, çox sağ olun, gedirəm. Deməli 16 illik bu deyək ki, restoran sektorunda, hospitality sektorunda olan təcrübən və mən səni 4 ildir tanıyıram. Bilirəm ki, bir neçə ölkələrdə də yeni konseptli restoranlar açmısan. İlk günündən, construction günündən sonuna qədər, açılış gününə qədər iştirak eləmisən. Bütün dokumentasiya işlərini, bütün sxemi, hər şeyi bilirsən və təbii ki, öz planın da var. İnvestorlar, əgər 3-4 milyonluq pulunuz varsa yatırım edə bilərsiniz. Yaxşı fikirləri var Elnurun. Deməli, Dubayda restoran sistemində restoran açmaq üçün nələr vacibdir? Nələri etmək lazımdır ki, uğurlu bir restoran aça biləsən Dubayda? Belə deyərdim ki, restoran və otel və hər hansı bir biznes açmaq üçün çox çətin bir məsələ deyil. $10,000 və 2 həftə ərzində sizə lisenziyavız da açılacaq, bank hesabınız da açılacaq, hər şey açılacaq. O asandır. Çətin olan, əgər restorandan danışırıqsa, doğru bir məkan tapmaqdır. Çünki yenə də deyirəm, 10.000-dən çox restoran var. Bəzi məşhur rayonlar var, zəif rayonlar var, işçi rayonları var, varlılar rayonları var və turist rayonları var. Bunların hamısı çox vacibdir. Doğru, dürüst bir yer tapmaq lazımdır. Hansı ki, yaşayış var, belə deyək, turistlərin gəzintili bir yeridir, daha çox otellər olan bir rayon ola bilər, məkan çox vacibdir. İkincisi, konkret bir konsept, belə deyək, insanın, mən sadəcə restoran açmaq istəyirəm, pulum var, o açacaq, sonradan bağlanacaq yaxın zamanda. Çünki niyə? Konkret bir ideyası və konsepti olmalıdır ki, mən misal üçün sırf istəyirəm ki, qəlyan bir kafe açım və sırf istəyirəm ki, Qafqaz mətbəxi olsun. Mən istəyirəm ki, restoranım muzey kimi olsun. Mən istəyirəm restoranım uşaqlar üçün olsun. Yəni sırf düzgün bir qurulan konsept olmalıdır ki, insanlar nəyə görə gələcək sənin yeri və sadəcə kebab yemək üçün gəlməyəcəklər. Çünki kebab yemək üçün 7.000 dənə restoran var. Amma gələcəklər ki, oranın belə deyək, daxilində gözəl rəsmlər var, mebeli qəşəngdir, orada şəkillər çəkmək olar, orada qəşəng videolar çıxır və s. və ilaxır. O 2. Üçüncü məsələ məncə ən vacib olan doğru komanda toplamaq. Dubayda o ən böyük problemlərdən biridir. Pulu olan insanlar professional olan adamları tapa bilmir, professional olan adamlar pul olan adamları tapa bilmir ki, ona görə də mən təxmini bildiyim qədər hər il Dubayda 1000-dən çox restoran açılır və eyni zamanda 1000-ə yaxında bağlanır. Və o bağlanmalar nədən irəli gəlir? Çünki insanlar pul buraxır, maya buraxır, bir gözəl bir obyekt düzəldib açırlar. Sadəcə oranı idarə edən insan təcrübəsiz olduğu üçünmü deyim, idarə etmə təcrübəsi olmadığı üçünmü deyim, müəyyən bir vaxtdan sonra idarə etməni itirir, müştərilər gəlmir artıq, iş zəifləyir və sonda ya gözlədiyi nəticə alınmır və artıq sahibkarlar ya məkanı bağlayırlar və satırlar və s. və ilaxır. Sonda 30 saniyə zamanın var və gənclərə motivasiya verici nə deyə bilərsən? Belə deyərdim ki, özünüzə inanın, özünüzü inkişaf elətdirin, xarici dillər öyrənin, həmişə yeni bir şeyləri işlə bağlı getdi. Təzədən ver sualı. Mən sual vermişəm. Vermisən? Mən şey demək istəyirəm, yeni iş yerlərini tapın da, kəşf eləyin, yoxsa necə demək lazımdır? Hələ yazıb bir şey özündən çıxdı. Amma şey demək istəyirəm də, elə bir ki, yeni bir fərqli iş yerlərindən maraqlanın, kəşf elətdirin. Yeni ideyalar kəşf eləyin, özünüzü inkişaf elətdirin. Onu dedim də. 30 saniyə bitdi. Elnur, çox təşəkkür edirəm dəyərli vaxtını ayırdığın üçün, öz bilik və təcrübələri izləyicilərlə bölüşdüyün üçün. Mən də bir daha dəvətin üçün təşəkkür eləyirəm. Çox gözəl bir ideyan var, çox maraqlı bir konseptdir, inşallah davamlı olar və mən də artıq sənin abunəçilərindən biri olacağam və hər bir bölümünü səbirsizliklə gözləyəcəm. Təşəkkürlər, minnətdaram. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bu söhbətimiz sizə faydalı oldu. Unutmayın, hər kəsin hekayəsi bir dərsdir. Bugün bir addım atan sabah fərq yarada bilər. Öz yolunuzu tapana qədər sınamaqdan qorxmayın. Bir sonraki epizodda görüşmək ümidi ilə. Təşəkkürlər.